7-ci sualda mis veriblər. Bir də miski oksid veriblər. Deyək ki, bu X moldur, bu Y moldur. Hər ikisinin üzərinə H-xlor əlavə ediblər. Birinci reaksiya getməyəcəkdir. İkinci reaksiya mis xlor 2, üzərinə gəl H2O 2 mol. Bizə deyir ki, qarşıdakı maddələrin ümumi mol miqdarı 0,45. X üstə gəlir Y, yəni bir yerdə 0,45-ə bərabərdir. Sonra qarışığın kütləsi isə m qramdır. Qarışığımızda nə var? Mis var, yəni 64x üstə gəlsin 80y bərabərdir m-ə veribdir. Və bir də deyir ki, artıq miqdarda H-xlor reaksiyasından alınan duzun kütləsi m-5-dir. Alınan duz da budur bizdə. Bu da 64 üstə gəlir 71, 135 və əmsalı y ilə ifadə eləmişik bu reaksiyanı. 135 y olacaqdır. Yəni 135 y da bərabərdir m/5-ə. Bu ikisini əvvəlcə sistem təhlili kimi həll eləyək. M-in qiymətini burada yerinə qoysaq, 135 y bərabərdir 64x üstə gəl 80y çıx 5. İndi bunu biraz sadələşdirək. 135-dən 80 çıxanda 5, 55y bərabərdir. 64 çıxılsın, 64x çıxılsın 5-ə. Və burada tutaq ki, bu x üstə gəlir y-da. X-i tapsaq əgər, x bərabərdir 0,45 çıxılsın y-a. Bunu da gətirək, burada x-in qiymətini yerinə qoyaq. 55y bərabərdir 64 vurulsun 0,45 çıxılsın y çıx 5-ə. Buradan da deməli 64 0,45-ə vuranda 28,8 çıxılsın 64y 64y çıx 5 bərabərdir 55y-a. Y-da hesablayanda olur 0,2. Burada y-in qiymətini yerinə qoysaq, x-da olacaqdır 0,25. Bizdən nə istəyir? M-in qiymətini istəyir. M-in qiymətini istənilən birində hesablamada yerinə qoya bilərik. Misal üçün 64x üstə gəlsin 80y-a başda maddələrin qarışığı m vermişdi, düzdürmü? İndi x-in qiymətini yerinə qoyanda 64 vurulsun 0,25 üstə gəlsin 80 vurulsun 0,2 bərabərdir. Deməli 16 üstə gəlsin 16, bu da eləyir 32. Yəni m-in qiyməti 32-yə bərabərdir. M bərabərdir 32. Və sərf olunan H-xlorun molunu istəyir bizdən. Burada H-xlorun maddə miqdarı deyəndə 2 moldur. 2-ni də y-a vuranda 2y sərf olunur. Y-in də qiymətini tapdıq. 2 vur 0,2, bu da eləyəcək. Deməli 0,2 vur 2. Y-də bərabərdir. Yəni yerinə qoydum bu ixtisar kimi fikirləşmək. 0,4. Deməli yekun olaraq m-in qiymətini 32, y-in qiymətini 0,4 olacaqdır.